Değerli izləyicilər, istəyirəm bir məlumatı sizin nəzərinizə çatdırım. Almaniya hökumətindən deportasiya olunmuş Samir Aşırov Azərbaycan həbsxanasında bu günləri şiddətə məruz qalır. 2 saylı cəza çəkmə müəssisəsinin rəisi Samir Aşırovu şillələyir. Mənə bir şey maraqlıdır. Samir Aşırov siyasi məhbusdur. Onu günahsız yeri şərləyib həbs eləmişsiniz. Nə üçün? Çünki o Almaniyada aksiyalara çıxırdı. İlham Əliyevi tənqid edirdi. Hakimiyyəti tənqid edirdi. Bunları qoyduq bir qırağa. Və bu günləri sizin şərlədiyiniz insanı məhbus həyatı yaşamağınız azmış kimi. Onu bu günləri şapalaqlayırsınız, karsa salırsınız. Bu adam birincisi səhhəti elə də yaxşı deyil. Adam infarkt keçirdi. Adamın şəkər xəstəliyi var. Adamın sağlamlığında problemlər var. Amma bunu bu günləri siz qanmırsınız görürəm. Siz bu günləri Samir Aşırovu bir söz demə, danışma, orada oturma, burada oturma. Reis sənə sən bir məhbusa şapalaq vurmaq nə deməkdir? Utanıb sən ölmürsən. Mən səni qınamıram. Sən Əliyev rejiminə xidmət edən bir küçüksən. Və bunu ictimailəşdirmək lazımdır. Bəsdirin, özünüzə gəlin. Bu günləri hər biriniz məsuliyyət daşıyırsınız. Samir Aşırovun və yaxud da digər siyasi məhbusların başına hansısa bir hadisə gələndə bunu İlham Əliyevdən görünür. Bunu belə də bilin. Adam olun, insan olun. Yəni qeyri-insani rəftarlar eləməyin insanlara. Nə qədər deyək sizə? Biraz kişi olun da, nə olar? Nə olar sən pagon daşıyırsan? Səni də hansısa ana dünyaya gətirib də. Nə üçün sən hansısa məhbusa şapalaq vurmalısan? Bu harda var, hansı nizamnamədə yazılıb? Ona görə də Azərbaycan xalqı, bax beləcə Yezidi hakimiyyətə qarşı hər birimiz vuruşmalıyıq. Nə qədər siz susacaqsınız, hər birinizin də qapısı döyüləcək. Sizinlə mən Orxan Ağayev.